Salyan bazarında çekildiği iddia olunan görüntüler geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə yayılan kadrlarda qadın satıcının almanı ağız suyu ilə təmizlədiyi iddia olunur. Görüntülərdə yer alan satıcı Xatirə Həşimova məsələ ilə bağlı açıqlama verərək bildirib ki, həmin almalar satış üçün deyil, şəxsi istifadəsi üçün alınıb. Göyərti satıram mən. Nəvələrim üçün kişulu alma almışdım. Sildim, apardım evimə. Yo, satış üçün dördü. Evim üçün almışam, silmişəm, aparmışam evimə. Digər satıcılar da həmkarlarını müdafiə edərək bildiriblər ki, Xatirə Həşimova uzun illərdir bazarda çalışan zəhmətkeş insanlardan biridir və yayılan görüntülər yanlış təqdim olunur. Bu xanım burada zəhmətkeş ananın biridir. Neçə ildə burada alver eləyənin biridir. Biz özümüz dünəndən bunun halına şoka düşmüşük. Bu dünəndən o şeydən çıxa bilmir. Almanı sildi ki, uşaqlar üçün qoydu, evinə göndərmək. O kimdirsə mərdi mazarlıqla eləyir, bu bazarın dağılmağına yox. Bizim mallarımız tərtəmizdir, bizim mallarımızda heç bir şey yox. Yanlışdır. O xanım göyərti satır, özü için evinə alma almışdı, onu silib təmizləyirdi. Ben burada neçə ildə alver eləyirəm, bu da burada pomidor xiyar, göyərti satır. Almanı da yoldaşdan alıb silib, cibinə nəvələri üçün ki, yığın salafana aparım özü üçün. Yazıq 3 dənə yetim saxlayır. Qadın neçə illərdir burada göyərti satır. Şu evlatları için meyvə alıb aparır. Onu silib zəmbilinə yağdı, kimsə paylaşıb. Bu böhtandır. Elə bir şey ola bilməz burada. Kimsə o qadınla şəxsi qərəzliyi olub, nə olub o deyə bilmərəm bu şey. O size çəkib eləsin, yalandan paylaşır. Hər gün də işdən sonra bunlar bazara yığışılır. Hər vaxt siz gələ bilərsiniz və yoxlaya bilərsiniz bazarın təmizliyi.